Hamınızı təbrik edirəm Həzrət Zeynəbin mövludu münasibəti ilə. Gün hələ qarşıdadır. Mən sizə tövsiyə edirəm ki, ikirikən xanım Zeynəbə namaz hədiyyə eləyin və hacətlərinizi istəyin. Alimlərdən birindən elə dünən gördüm, deyir ki, ən çətin hacətlərimiz ki, nə qədər vurnuxursuz həll olunmur, xanım Zeynəbə and verəndə Allah keçmir o andan. Yəni, ikirikət namaz qılın və onu Allaha and verin Həzrət Zeynəbə, Allah hacətlərinizi verəcək inşallah. Elə bir xanımdır ki, adını Allah qoyub, özdə Peyğəmbər Əlinin zinətidir. Zeynu Əbih, yəni atasının bəzəyidir, zinətidir. Allah ona adı qoyub və Peyğəmbər görün nə deyib? Buyurub ki, Əleykum ən tuhibbu Zeynəb. Sizə tövsiyə edirəm, vəsiyyət edirəm ki, Zeynəbi sevəsiniz. Zeynəbin məhəbbəti ürəyinizdə olsun. Çünki bu məhəbbət insanı xilas eləyə bilir. Bir neçə adam var ki, ümumiyyətlə məsumlar hamısı qiyamətdə tanınacaq. Bir də